Allah'ın sevdiği, razı qaldığı bu cür məclis quran insanlar həm Allah'ın yanında hörmətli, kəramətli bir insana çevrilirlər, həmçinin də insanların gözündə. Və ola bilməz ki, kimsə Allah dərgahında kəramətli bir insan olsun və Allah Teala onu insanlar içində də ucaldmış olmasın. Baxmayaraq xain insanlar, qəlbi küfürlə, nifaqla, asiligə meyilliklə dolu olan insanlar ikrah etsinlər, xoşları gəlməsin, lakin onlar daima izzətli olurlar. Yetər ki, bir kəsə Allah sevsin. Və Allah da sevdiyi insanı Cəbrail əleyhissalama əmr edir ki, sən də sev. Və Cəbrail əleyhissalam da bütün mələklərə buyurur ki, Allah Teala filan qulunu sevir və mən də onu sevirəm və siz də əmr olunursunuz o qulu sevməklə. Məyər bu hər hansı bir Allahın quluna kifayət etmirmi? Əlbəttə ki, yetər. Ona görə uca Allah buyurur ki, məyər Allah öz quluna kifayət deyil? Əlbəttə ki, kifayətdir. Yetər ki, bir qulun dostu Allah olsun. Yetər ki, bir qul özünə vahid, Rəbb, ilah olaraq Allahı seçsin. Əlbəttə ki, bu qula kifayət edər. Amma insan bunu səmimiyyətlə, mutam həyatında təhqiq edərək həyata keçirməklə olur. Və belə insan müəyyən çətinliklər keçsə də, imtihanlarla üzləşsə də, onsuz da bu dünya imtihanlar, ibtilalar dünyasıdır. Lakin sonunda o insan ən xeyirli insanlardandır. O insan Allaha ən sevimli olan insanlardandır. Lakin o insanlar var ki, nə qədər Allahın ayətləri onlara çatdırılır, nə qədər oxunur, deyilir. Hətta Allah həmd olsun ki, uzun illərdir Quran-ı Kərim bizim doğma, ana dilimizə tərcümə olunub, evlərimizdə var. Yenə də o insanlar neynirlər? Təsirlənmirlər ki, təsirlənmirlər. Yəni, sanki eşitməz kimi, görməz kimi davranırlar Allah Teala'nın ayətləri ilə. Və bu cür insanlar da həqiqətən ən zalim insanlardır. Ən zalim insanlar Allah'ın ayətlərini eşidib, onlardan vaz keçən, yəni eşitməz, görməz kimi qafilcəsinə yanaşan insanlardır. Ona görə uca Allah buyurur ki, وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسْيَ مَا قَدَّمَتْ يَدَهُ إِنَّا جَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا. O kəsdən daha zalim kim ola bilər ki, Allah'ın ayətləri ona oxunduğu zaman öz etdiyi günahların unudub və Allah'ın ayətlərini dinləməkdən və yaxud da ona əməl etməkdən vaz keçir. Yəni, özün eşitməməzliyə və görməməzliyə qoyur. Allah Teala buyurur ki, biz elə insanların qəlbinə möhür vurmuşuq ki, onlar bunu anlamasınlar. Yəni, günahlarından dolayı və qulaqlarını da tıxamışıq. وَاِنْ تَدْعُوهُمْ اِلَى الْهُدَى فَلَنْ يَهْتَدُوا أَبَدًا. Allah Teala buyurur ki, hətta sən belə onları hidayətə çağırsan, onlar əsla hidayət olmazlar. Etdiyi günahdan dolayı artıq qəlb qaralıb və qara qəlbə də hidayət nuru daxil olmur. Daxil olmur. Və ondan sonra da Allah Teala artıq elə insanın qəlblərini möhürləyir və gözlərini möhürləyir, qulaqlarını möhürləyir. Onlar nə haqqı eşidərlər, nə görərlər, nə də onu qəbul edərlər. Və belə insan da həm dünyada, həm də axirətdə bədbaxt bir qula çevrilir. Ona görə Allah Teala o kimi insanları vəsf edərək buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim ki mənə zikirdən, yəni mənə ibadətdən, yəni mənim əmirlərimə tabi olub qadağalarımdan çəkinməkdən, məni anmaqdan üst çevirərsə, ona sıxıcı bir həyat bəxş edərik. Ona sıxıcı bir həyat bəxş edərik. Nədir o sıxıcı həyat? Bəziləri ola bilsin, elə düşünə bilər ki, Allah Teala'nın Quran-ı Kərimdə dediyi sıxıcı həyatlar dedikdə, o kasıbçılıq deməkdir və yaxud da xəstəlik deməkdir. Əsla belə deyil, qardaşlar. Allaha ən əziz qullar var ki, dünyada ən kasıb insan şəklində yaşayıblar. Allaha ən əziz qullar var ki, ən çətin xəstəliklərlə ibtila olublar. Yəni, sıxıntı, həqiqi sıxıntı bu deyil. Bunlar bəladır, müsibətdir və imtihandır. Və bu dünyada da ondan qaçmaq mümkün deyildir. Hər kəsi yaxalayır, hansı ki, bu Allah Teala tərəfindən kainata, yer üzünə qoyulmuş, dəyişilməz bir Allahın qanunları, sünnəsidir. Lakin həqiqətdə isə sıxıntı nə deməkdir? Yəni, insanın qəlb sıxıntısı, insanın qəlbinin darlaşması,
İstər varlı olsun, istər kasıb, istər xəstə olsun, istər sağlam, istər cavan olsun, istərsə də qoca, xeyri yoxdur. O insan darlıq içində və sıxıntı içində yaşayır. Və həqiqətən də qəlbi nifaqla, küfrlə və ömrün günahlarla keçirilən insanın hələ üzünə baxanda nə qədər rifahı yaxşı olursa olsun, lakin onun üzündən qara zülmət tökülür. Və o bunun davranışında da özün göstərir. İstər cəmiyyətin hər hansı sahəsində olur olsun, ailəsində olsun, iş yerində olsun, başqa bir yaxınları ilə olsun, qohumları ilə və s. fərqi yoxdur. Çünki nəyə görə? Allah Teala ona sıxıcı bir həyat verib. Sıxıcı bir həyatda da insan dünyadan ləzzət ala bilməz. Baxmayaraq bəzi şəhvani şeylərdən istifadə edir və başqalarının gözündə ləzzət almış kimi görünür, amma əsla bu ləzzət almaq deyil. Və ümumiyyətlə mövzumuzdan bir kənar qırağa çıxsaq da bu ayədən, onu da deyim ki, qardaşlar, günahlardan ləzzət almaq deyil əslində. Bəzən biz özümüz də deyirik ki, filan kəs dünya ləzzətlərini üstün tutub, dünyadan ləzzət alır və bunu axirət ləzzətindən üstün tutur. Yəni bu o demək deyil ki, bu insan dünyada xoşbəxt yaşayır, dünyadan həzz alaraq yaşayır. Əsla belə deyil, qardaşlar. Buna biraz İslam bəsirəti ilə baxanda, İslam, yəni ki, Quran, sünnə, ayət, hədislər işığı altında baxanda görür ki, günah əhli əslində ləzzət almırlar. Yəni, bir insan bir günahı etdikdə, sonra o günahın ardınca nə gəlir? Onun qəlbinə qara bir nöqtə düşür, qara xal düşür. Bu da artıq qəlbin daralmağına, qəlbin sıxılmağına başlayır. Və həmçinin o etdiyi günahın özünə də görə əziyyət çəkir. Məsələn, deyək ki, əgər içki içirsə, baxmayaraq ondan sərxoşlanıb ləzzət alır, lakin ondan sonra nə gəlir? Baş ağrı və sair cürbəcür xəstəliklər və ağrılar. Həmçinin istər narkotik olsun, o da elənci. Biraz ləzzət alır, meyxoş olur, lakin ardınca nə gəlir? Şiddətli ağrı acılar, insanların yanında utanmaq, hörmətsiz olmaq və s. bu kimi şeylər. Və yaxud da deyək ki, zina edir. Müvəqqəti bir müddət ləzzət alır, lakin sonra nə edir? Qorxur, utanır, hansı ki, başqalarının namusuna, şərəfinə sataşdığına görə. Ona görə, qardaşlar, insan günahdan ləzzət almır. Və o ləzzət müvəqqəti həzz də 5 dəqiqə, 3 dəqiqə, 10 dəqiqə, 1 saat, 2 saat o da ötüb keçir. Lakin onun günahı, cəzası isə daima onda qalır. Allah Teala ola bilsin onu bu dünyada da cəzalandırsın və tövbə etməsə və axirətdə də onu böyük bir əzab gözləyir, əzabı haqq edir. Amma günahın ləzzəti getdi. Amma itayətə baxanda, itayətə qaydaq isə, görürsən, insan ibadət eləyir, ona görə ola bilsin, hər hansı bir məşaqqatı keçirsin. Məsələn, oruç tutur, susuzluq olur, aclıq olur, isti olur, ondan sonra şəhvətdən özün mən edir. Lakin axşam gəlir, o məşaqqat gedir, iftarını açıb, sevinir buna görə, ibadəti də inşallah ki, Allah dərgahında qəbuldur. Məşaqqat gedir, onu neyinir? İbadətin rahatlığı bu dünyada, axirətdə isə nə? Böyük savablar və əcrlər gözləyir. Ona görə insan həqiqi ağlını işlətsə, İslam bəsirəti ilə, yəni Allahın öyrəncisi kimi, yəni Allahdan öyrənən bir insan kimi baxsa bu işlərə, görər ki, əslində günahlarda insan nə qədər özün xüsrana salır. Həm dünyasını puç edir, həmçinin də neyniyir? Axirətin də puç etmiş olur. Və ondan sonra qardaşlar Allah Teala ayənin davamında buyurur ki: "Və nəhşuruhu yevmel qiyameti a'ma." Deyir ki, biz o kəsi axirətdə isə kör olaraq həşr edərik. Dünyada sıxıcı həyat, axirətdə isə kör olaraq həşr olmaq. Və bu da onun axirət cəzası. Bu da onun axirətdə, qiyamətdən sonra aldığı cəza kör olaraq həşr olacaq. Və təəccüblənir bundan. Təəccüblənir. Qalə Rabbi limə həşərtəni a'ma laqad kuntu basira. Deyir ki, ey Rəbbim, niyə görə məni kör olaraq həşr etdin? Hansı ki, mən dünyadaykən görürdüm. Qalə kəzəlikə ətətkə əyətuna fənəsitəhə və kəzəlikəl yevmə tunsə. Və beləcə sənə də dünyadaykən bizim ayətlərimiz gəldiyi zaman sən onları unuttun. Yəni, unuttun necə? Özünü unutmamazlığa, özünü unutqanlığa qoydun. Görə özünü görməməzliyə qoydun. Eşidə özünü eşitməməzliyə qoydun və beləcə də bu gün unudulursan, necə deyərlər, cəza əməlin cinsindəndir. Bu dünyada Allahın ayətlərinə qarşı etdiyin etinasızlıqdan, laqeydlikdən dolayı Allah Teala da bugün neynədi səni? İnsanlarda unutturdu və beləcə səni kör olaraq həşr elədi. Və bu da onun axirət cəzası. Lakin insan
salih əməl sahibi olarsa, itayətlə, ibadətlə, Allaha zikirlə ömrünü keçirdərsə, əksi olaraq Allah Teala o insana həm bu dünyada xoşbəxtçilik verər, rahatçılıq verər və həmçinin də ahirətdə. Ona görə uca Allah buyurur ki: وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً. O kəs ki, istər qadın olsun, istər kişi, salih əməllər edərsə, biz ona gözəl bir həyat bəxş edərik. İndi biz bu tayyibə sözün gözəl kimi tərcümə edirik, lakin əslində ərəb dilində tayyib sözü təkcə gözəllik mənası vermir. Tayyib sözü yəni xoş, rahat, gözəl, pak, bu kimi mənaların hamısını içinə alan geniş mənalı bir sözdür. O da möminə o həyatın bəxş olunması o deməkdir ki, yəni mömin xəstə də olsa, sağlam da olsa, cavan da olsa, qoca da olsa, varlı da olsa, kasıb da olsa, daima onun həyatı tayyib olur, həyatı gözəl olur, pak olur və o insan həyatında rahat yaşayır. وَلَنَجْزِيَنَّهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ. Və beləcə onları biz etdikləri əməllərinin ən yaxşısıyla da mükafatlandırarıq. Bu da nədir? Ahirətdə. Ahirətdə də Allah Teala onların etdiyi bu salih əmələ görə baxmayaraq dünyada ki onlara xoş həyat nəsib etdi, ahirətdə də onların əməllərin ən gözəl bir şəkildə mükafatlandıraraq və dağlar boyda böyüdərək sahiblərinə qaytaracaq, onların bu dünyadaykən etdiyi niyyətlərə və əməllərinin müqabilində. Baxın, görün nə qədər fərq var. İnsan öz həyatını Allaha bağlamaqla və Allahdan qeyrisinə bağlayaraq ömür sürməklə. Və beləcə insan qardaşlar bu şəkildə yaşayaraq ibadətindən də ləzzət alır. Və burada artıq başqa bir fərq gəlir, çıxır ortaya ki, ibadət edənlə gerçək bir şəkildə ibadət edən arasında. Yəni ibadət əhli də, müsəlmanlar da fərqlidirlər. Və onların bu fərqliliyindən dolayı həyatları da onlar üçün fərqli olur. Yəni, insan etdiyi salih əməlin miqdarında nə qədər çox gözəl keyfiyyətli, haqqı olaraq yerinə getirərsə, onun bu dünyadakı xoşbəxtliyi də bir o qədər olar və axirətdəki mükafatı da bir o qədər artar və böyüyər. Ona görə qardaşlar, bu dünyadaykən də bu ibadətləri elə bir şəkildə etmək lazımdır ki, o ibadətdən də ləzzət alasan. İnsanlar var ki, ibadət edir, lakin ibadət onlara çətin gəlir. Nəyə görə? Çünki o insanlar imanın ləzzətini anlamırlar. İmanın ləzzətini duya bilmirlər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, 3 şey var ki, o hansı kişi də bir araya gələrsə, yəni hər hansı bir şəxsdə bir araya gələrsə, o kəs imanın ləzzətini dadmış olar. İmanın ləzzətini dadmış olar. O da nədir? Allah və Rasulun hər şeydən çox sevmək. Allah və Rasulun hər şeydən çox sevmək. Və həmçinin sonra buyurur ki, bir kişini sevərsə, onu yalnız Allah üçün sevər. Və sonra buyurur ki, oda atılmağına pis baxdığı kimi imandan küfrə qayıtmağa da o dərəcədə pis baxarsa. Bəs yaxşı, imanın ləzzətini anlamaq nə deməkdir? İmam Nəvəvi Rahiməhullah buyurur ki, imanın ləzzəti o deməkdir ki, ibadətlərdən ləzzət almaq. İbadətlərdən ləzzət almaq və həmçinin sonra buyurur ki, imanın ləzzəti insanlara ibadətin məşəqqatına üstün gəlməyə kömək olur. Yəni, insan imanın ləzzətini aldıqda ayaq üstə durub namaz qılmaq, namazları uzatmaq, məscidə gedib gəlmək, oruç tutmaq, istər isti olsun, istər soyuq olsun, o insana asanlaşır. Və sonra buyurur ki, imanın ləzzəti üçüncüsü də odur ki, insan ibadətləri və itaətləri dünya malından nə olursa olsun, hamısından üstün tutur. Hamısından üstün tutur, üstəliyir və ona görə bu şeyə də diqqət yetirmək lazımdır ki, əgər biz nə qədər dünya və axirətimizi xeyirli görmək istəyirik, böyük rahatçılıq istəyiriksə, o zaman ibadətlərimizə, yəni Allahla olan əlaqələrimizə də fikir vermək lazımdır ki, Allah Subhanahu Taala da bunu bizim üçün asanlaşdırsın və uca Allahdan istəyirəm ki, bizlərə hidayət versin və bizim əlimizlə hidayət versin və bizim üzərimizə olan nemətlərin daha da bollaşdırıb, bərəkətləndirsin. Ən düzün bilən Allahdır. Və əxir dəvana elhamdülillahi rabbil alemin.
Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn.